hər birinizi bu günləri Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfəroğlu Nəsirovun 105 illik yubiley ili çərçivəsində təşkil etdiyimiz tədbirdə salamlayıram. Bu günləri bizim sıramızda Sərhəd Qoşunlarının Xüsusi Məktəbinin kursantları var. Onlar Azərbaycanın gələcək sərhədçiləridir və ona görə də təklif edirəm ki, ilk olaraq Sərhəd Fədaisi filmini qısa variantını izləyək. Burada bizim generalımızın şəkli var, Mustafa Nəsirovun şəkli. Bir tərəfdə isə Azərbaycanın sərhədləri, dağlar, digər tərəfdə isə işğaldan azad olunan Şuşamız. Yəni bu şəklin özü danışır ki, bir zamanlar adi sərhədçi kimi vətənin sərhədlərinin qorunması ilə başlayan Mustafa Nəsirovun ən böyük arzusu da məhz Şuşanı işğaldan, torpaqların işğaldan azad olunmasını görmək və üç rəngli bayrağımızın bu torpaqlarda dalğalanmasını görmək idi və bu günləri mən ümidvaram ki və əminəm ki, Mustafa müəllimin ruhu şaddır ki, bu gün üç rəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalanır. Mənim Mustafa Nəsirovun həyat yoluna tanışlığım da başladı məhz bir tapşırıqdan başlayan yolla. Və araşdırmalar məni gətirdi, çıxartdı ilk olaraq Azərbaycan Veteranlar Təşkilatına. Veteranlar danışdıqca hər birinin kəlməsində belə bir söz hiss olunurdu, deyilirdi. Mustafa müəllim bir general olmaqla yanaşı, Mustafa müəllim öz işçilərinə, öz ətrafındakı insanlara münasibəti həmişə sadə bir insan münasibəti olubdur. Və həmişə onlar vurğulayırlar ki, Mustafa müəllim ailəsinə bağlı, övladlarına bağlı bir general idi. İradə xanımın xatirindədir, o gün mənim xatirimdədir. İlk dəfə olaraq biz görüşdük. Biz daxil olduq, bu filmdə də bir neçə hissədə siz gördünüz, daxil olduq otağa. Yaşlı xanım idi, Xavər xanım. Və inanın ki, Xavər xanımın danışığı, bir izahı, Mustafa müəllim haqqında necə qürurlu danışırdı, necə fəxrlə danışırdı və o albomu siz kadrlarda gördünüz ki, bir o albomları vərəqləyirdi, Mustafa müəllimin keçdiyi həyat yolundan danışırdı və bilmədikcə nəyisə də öyrənmək üçün tez-tez İradə xanımı çağırırdı. Daxili hissini, qürurunu o Xavər xanım bildirirdi. Növbəti bizim kitabımızda yer alan səhifə yaşananların səssiz şahididir. Yəni burada da bizim Mustafa müəllim dünyasını dəyişdikdən sonra o evdə hansı ki, Xavər xanımla biz çəkiliş edirdik. O evdə demək olar ki, hər bir əşya Mustafa müəllimin əziz xatirəsinə həsr olmuşdu. Hər bir əşya onu xatırladırdı və detallı şəkildə bu kitabda o qeyd olunub. Mən dediyim sizə şəkil, hansı ki, foto, Xavər xanım o albomu özü vərəqləyirdi və bir-bir göstərirdi, bizə şəkillər haqqında məlumat verirdi. 6-cı hissəmiz adlanır Efirə gedən yol. Biz reportajımızı hazırladıq, efirə verdik. Efirə gedəndən sonra Ədalət müəllim bizim o vaxt baş redaktor Anar Şükürov idi. Efirə getdik, gedən kimi Anar Şükürov məni çağırdı yanına, mənim bir tər bastı, görəsən nə baş verdi və dedi ki, Ədalət müəllim təşəkkürünü bildirdi ki, gözəl reportaj aldım. 2021-ci ildə Mustafa müəllimin 100 illik yubileyi idi və bu 100 illik ərəfəsində belə bir ideyamız oldu ki, film çəkək. Və bu film çəkərkən belə bizdə bir ideya yaranmışdı ki, filmin adı nə olsun? Orada çox adlar var idi. Zəfər Generalda qoymaq istəyirdik, başqa adlar da qoymaq istəyirdik. Amma mənim son 2016-2021-ci il ərzində Mustafa müəllimin həyatının araşdırmağım, onunla təmasda olan insanlarla müsahibələrim mənə belə bir ad beynimə gətirdi ki, bu ad ola bilər Sərhəd Fədaisi. Niyə? Çünki Mustafa müəllim sözün əsl mənasında fədai idi. Yəni tək Sərhəd Fədaisi yox, o ailə fədaisi idi. Bizim tədbirlərimiz burada işıqlandırılıb, hansı ki, son 10 il ərzində biz müxtəlif İstiqlal Muzeyində, Veteranlar Təşkilatında bir sıra tədbirlərimizi keçirmişik. Bölgələrdə də bu tədbirləri keçirmişdik. Onların sırasında müsabiqələr var idi, yarışlar var idi və fəxr edici bir, qürurlu bir andır ki, mən istəyirəm göstərəm. Bizim hardasa 3 il bundan əvvəl biz Mustafa müəllimin xatirəsinə həsr olunan Naftalan şəhərdə bir tədbir keçirdik, judo yarışı keçirdik və həmin bu bizim orada kiçik qız, o vaxtları yaşı az idi. Daha sonra
Avropa miqyaslı bir turnir oldu və həmin turnirdə medal qazandı və medal qazanan kimi onun məşqçisi var Fuad müəllim, Naftalardan mənə zəng elədi ki, bəs ilk dəfə olaraq ilk yarışı, hansı ki, belə deyək də, şəhər birinciliyinə çıxmamışdı. O motivasiyalı bir yarışı siz təşkil edirsiniz, o yarışa çıxmışdı. Orada böyük bir motivasiyadır və həmin bir qızımız gəlib artıq Avropa beynəlxalq yarışlarda ad alıbdır. Mənə elə gəlir ki, bu da bizim üçün böyük bir uğurdur. Mustafa müəllimin xatirəsinə həsr olunan biz deməli rəsm müsabiqəsi də keçirdik. İradə xanım da gördü, rəsmləri də təqdim etdik biz İradə xanıma. O müsabiqə haqqında və onun qalibi haqqında da burada geniş məlumat dərc olub. O cümlədən də biz Bakı Dünya Məktəbində bir möhtəşəm tədbir keçirdik. Həmin tədbirdə də deməli o rəsmlər nümayiş olundu. Kursantlarımıza paylanılacaq bizim qəhrəmanlarımızı tanıyaq adlı bir QR kodla broşurlarımız var. Həmin broşurlar haqqında da burada məlumat verilib. Broşurların əhəmiyyəti nədən ibarətdir? Ondan ibarətdir ki, xüsusi QR kodlar var orada və artıq internet dövrüdür, müasir dövrdür və hər bir bizim kursantımız o QR kodu telefonu vasitəsilə QR kodu izlədərək bizim Mustafa Nəsrov haqqında, bütün həyatı haqqında orada geniş məlumatlar əldə edə bilərlər. Deməli, 12-ci hissə xatirə möhrü adlanır, kitabda bunu əlavə eləmişik. Mustafa müəllimin xatirəsinə həsr olunan şəxsiləşdirilmiş poçt markaları biz buraxmışdıq, bəli. Həmin poçt markalarının da dizaynını Zöhrə xanım hazırlamışdı. Bizim Azərmarkada o zaman çalışırdı Zöhrə xanım və Zöhrə xanım bu dizaynı hazırlamışdı. Bugünkü kitabımızın da dizayn işlərində elə Zöhrə xanım görübdür. Kitabımızın 13-cü hissəsində biz təhsil və gənclər başlığı ilə qoymuşuq. Bizim təhsil müəssisələrində keçirdiyimiz tədbirlər və gənclərlə bağlı keçirdiyimiz tədbirlər haqqında da kitabımızda geniş məlumat verilib. Siz gördünüz ki, burada bir neçə bizim müsahibimiz var idi. Onlar Mustafa Nəsirovla bir yerdə çalışmış insanlar idi. Bəziləri polkovnikdir, hətta onun içində generallar da var idi. Onların yəqin ki, diqqətlə izlədiniz. Fikirlərində deyirdilər ki, milli liderimiz Heydər Əliyev hər adamı o vəzifəyə təyin etməzdi, hər adamı irəliyə çəkməzdi. Yəni, Mustafa Cəfəroğlu Nəsirovun xüsusi istedadı, Mustafa Cəfəroğlu Nəsirovun illərlə sərhəd fədaisi olmağı məhz milli lider Heydər Əliyevin o xüsusiyyətlər onda cəlb etmişdi və onu Azərbaycanın ilk sərhədçi generalı olaraq və o cümlədən də o zamanlar sərhəd xidmətinin rəhbəri, daha sonra bir sıra ən yüksək vəzifələrə təyin olunması və general rütbəsi almasında da məhz milli lider Heydər Əliyevin mühüm xidmətləri olmuşdur. Kitabımızın növbəti hissəsində biz adını qoymuşuq Zəfərin adı Azərbaycan. Niyə? Çünki Mustafa müəllimin ən böyük arzusu bütöv Azərbaycan görmək idi. Mustafa müəllimin ən böyük arzusu Azərbaycan sərhədlərinin bərpa olunmağı idi. Təəssüflər olsun ki, o özü bu günləri görmədi. Lakin bu zəfərin əldə olunmasında, 44 günlük vətən müharibəsində, Azərbaycanın zəfərində mühüm xidmətləri olan, istər orada əskərlər, istər hansı bir yüksək rütbəli sərhədçilərimiz və o cümlədən də generallarımız məhz bir zamanlar Mustafa Nəsirovun rəhbərliyi altında çalışmış insanlar idi. Bu kitabın ərsəyə gəlməsində və ümumiyyətlə bizim tədbirlərimizdə bizə dəstək olan insanları xüsusi vurğulamaq istəyirəm. Təşəkkür bölməsi var, həmin yerdə mən onları qeyd eləmişəm, mən də qeyd eləmək istəyirəm. İlk olaraq Veteranlar Təşkilatına dərin təşəkkürümü bildirirəm. Daim bu müddətdə bizim tədbirlərimizin keçirilməsində bizə dəstək olub. Veteranlar Təşkilatının sədri Cəlil müəllimə, Milli İstiqlal Muzeyinə, Milli İstiqlal Muzeyinin direktoru Sədi müəllim başda olmaqla bütün komandasına, bütün kollektivinə təşəkkürümü bildirirəm ki, gördüyünüz məkanın hazırlanması, bu hər bir şeyin nöqtəsinə kimi hazırlanması bizim İstiqlal Muzeyinin əməkdaşlarının xidmətidir. Hər birinə dərin təşəkkürümü bildirirəm. Bu illər ərzində bizə dəstək göstərən, bizlərə təkan verən və hər zaman hər hansı bir söz soruşanda, düzgün istiqamətləndirən, nəyisə də tutaq ki, biz hər hansı bir məlumatımız olmayanda onların məlumat almaqda bizə dəstək göstərən və hər zaman bizim ideyalarımızda, bizim Mustafa müəllimin irisinin yaşadılması, Mustafa müəllimin bu filmlərin hazırlanmasında, kitabların nəşr olunmasında dəstək göstərən İradə xanıma təşəkkürümü bildirirəm, Elşad müəllimə təşəkkürümü bildirirəm ki, hər zaman bizə dəstək göstərilir və bu istiqamətdə bizim tədbirlərimiz keçirilir. Bu ildə 105 illik yubiley çərçivəsində bizim bir neçə tədbirimiz olacaq. Qeyd etmək istəyirəm ki, kitabın təqdimatlarından biri bu yaxınlarda, sabahları bizim Gəncə şəhərində olmalıdır və eyni zamanda da bizim
ən böyük arzularımızdan biri idi və inşallah yaxın günlərdə onun günü dəqiqləşəcək. Yəqin ki, yaxın 4-5 gün ərzində olmalıdır. Bizim kitabımızın təqdimat mərasimlərindən biri Xankəndi şəhərində keçiriləcək və Xankəndi şəhəri, niyə məhz Xankəndi şəhərində? Çünki bildiyiniz kimi 2023-cü ildə bir sutkalıq lokal antiterror əməliyyatı zamanı Xankəndi işğaldan azad olundu və Azərbaycanın sərhədləri tam bərpa olundu. Bax, bizim də məhz Xankəndinə o tədbirimizi, təqdimatımızı salmağımızın belə də simvolik mənası da ondan ibarətdir. Mən bir daha hər kəsə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən bizə bu işlərdə illərlə dəstək göstərən dostlarımız var. Nurlan bəy var. Nurlan bəy, yəqin ki, Radi xanım xatırlayar, Lider televiziyasında işlədiyim dövrdə. O dövrdən o çəkilişlər zamanı mənlə bir yerdə olan operatordur. O zaman bir yerdə işləmiş, indi də yanımızdadır, dəstək göstərir. Mən kitabın nəşr olunmasında bizə, mən jurnalistəm, reportajlar hazırlayıram, filmlər hazırlayıram, lakin kitab barəsində təcrübəm yox idi. İlk dəfə olaraq belə bir kitab hazırlamışıq və bu işdə mənə dəstək göstərən Parlaq İmzalar nəşriyyatına və onun rəhbərlərindən biri İsmail bəydən təşəkkürümü bildirirəm ki, bu müddət ərzində yanımda oldular. Hətta bizim verdiyimiz dizayn, bizim verdiyimiz mətnlərdə hər hansı bir təcrübəsizlik var idi, orada nəsələrsə çatmırdı. Bu işlərdə bizə tam dəstək göstərdilər, mən təşəkkürümü bildirirəm və əziz kursantlar, əziz dostlar, yenə də deyirəm və bir daha təkrar edirəm ki, Mustafa Cəfəroğlu Nəsirov kimi böyük generalların mütləq həyat yolunu öyrənin. Hər birinizin gələcəkdə böyük bir missiyası olsun. Yenə deyirəm, hər birinizin sırasında gələcəyin generalları ola bilər və olacaq, mütləq buna əminik. Və mən sərhəd qoşunlarının xüsusi məktəbinə də təşəkkürümü bildirirəm, rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bu günləri bu kursantları, hətta mənə dedilər ki, məzuniyyət dövrüdür, dərslər yoxdur, dərslər olmasa belə onlar bu günlər həvəslə bugünkü tədbirimizdə iştirak edirlər, mən təşəkkürümü bildirirəm. Çox sağ olun. Ailə üzvlərindən bir nəfər istərdim ki, bir nəfər çıxış eləmək istəyir. Dərin təşəkkürünü bildiririk ailəmiz adından ki, bu kitab hazırlanıb, təqdim olub, çox böyük işlər görülüb. Yəni ki, tək bu təqdimat deyil, bugünkü təqdimat deyil. Yəni ki, bu müddət ərzində yəni işlər görülüb. Və əsas da düz deyirsiniz. Bu kitabı, belə kitabları yazılması, mənası cavan nəslə müraciətdir. Onları gələcəyə, vətənə xidmətə görə yönəlmək işlərində dəstək göstərməyə. Çox hamınıza təşəkkür edirəm. Mən Mustafa müəllim haqqında yəni olmuşam, o vaxtlar xidmət eləmişəm, eşitmişəm çox. Elə şəxsən tanıdığınız bir insan kimi də gələcəkdə də bizim kursantlarımıza daha geniş məlumat verə bilərsiniz. Kitabdan da onlar faydalanır. Biz sizə bir daha təşəkkürümüzü bildiririk xüsusi məktəbə, xüsusi məktəbin rəhbərliyinə, elə Dövlət Sərhəd Xidmətinə də başda Elçin Quliyev olmağa təşəkkürümüzü bildiririk. Biz həm sizin xüsusi məktəbə də, eyni zamanda Sərhəd Qoşunlarının Akademiyasına da, Dövlət Sərhəd Xidmətinin özünə də kitablarımızı göndərəcəyik ki, hər bir yerdə bu bizim Sərhəd Xidmətimizin bütün kitabxanalarında bu kitablar olsun və bizim kursantlarımız, gələcək generallarımız bu kitabdan faydalansınlar. Təşəkkür edirəm. Çox gözəl Mehman müəllim, minnətdaram bir daha belə təqdimata görə, belə yüksək intellektinizə görə mən sizi alqışlayıram. Bir valideyn olaraq bu günləri bu tribunada çıxış eləmək mənim üçün fəxarətdir. Ona görə ki, evladım da Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin 8-ci sinifində oxuyur. El arasında gözəl bir deyim var. Adam var izindən tanınar, adam var sözündən tanınar. Bəli, bu günləri Mustafa müəllim kimi dahi şəxsiyyətlərin, sərhədçilərin, vətənpərvər evladların beləncə təbliğatı bizlər üçün örnəkdir. Çünki uşaqlarımız, şagirdlər, hamı bax belə tədbirlərə böyük ehtiyaclıdır. Şagirdlərin, kursantların bu ruhda böyüməsi həqiqətən təqdirə layiqdir. Mən bir daha tədbir iştirakçılarına, eləcə də Mustafa müəllimin ailə üzvlərinə təşəkkür edirəm ki, beləncə mötəbər bir məclis təşkil elədilər. Çox sağ olun, bir daha valideyn olaraq minnətdarlığımı bildirirəm. Biz kitabımızın sonu hissəsində belə bir yazı yazmışıq.
Vətən sərhədlə başlayır, sərhəddə qorumaq isə yalnız məsuliyyət deyil. Bu, şərəf və ləyaqət işidir. Həqiqətən də belədir. Hər bir vəzifədə, hər bir işdə insan rütbədə daşıya bilər, başqa işlərdə hər hansı bir vəzifəsi də ola bilər. Lakin bu işi şərəflə və ləyaqətlə gördükdə bu iş tamamlanmış olur. Məhz Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfəroğlu Nəsrov da bizim sərhəd fədaimizdə məhz həmişə öz işində şərəf və ləyaqətlə xidmət edib. Mənim yaşım azdır, yəni mən Mustafa müəllimin fəaliyyətinlə, Mustafa müəlliminə 95 illik yubileyi, yəni son 10 ildə belə deyək də maraqlanmışam və hər birinizdə təbii ki, sual ola bilər ki, onu görməmisən, onun haqqında belə necə danışırsan. Yəni bu kitabda hamısı var. Mən onun haqqında danışan, filmdə də siz gördünüz ki, onun haqqında danışan insanların təəssüratlarını yazmışam, hansı ki, onu şəxsən tanıyan insanların təəssüratlarını yazmışam və həmin insanlar da bir mənalı şəkildə deyirdi ki, Mustafa müəllim şərəf və ləyaqət adamı idi. Mustafa müəllim həqiqətən də fədai idi. Həm sərhəd fədaisi idi, həm ailəsinin fədaisi idi. Mən bir maraqlı məqamı da qeyd eləmək istəyirəm. 10 il əvvəl Mustafa müəllimin 95 illik yubileyində ilk dəfə mən reportaj hazırlayarkən o vaxt subay idim. Mustafa müəllimin 100 illik yubileyini keçirərkən böyük bir tədbirdə biz iştirak elədik. İradə xanım da oradaydı, ailə üzvləri də oradaydı. Onda mən artıq evli idim, həyat yoldaşımla gəlmişdim. Və bu günləri Mustafa müəllimin 105 illik yubileyidir və artıq mənim 2 övladım var. Allah bütün balaları saxlasın. Onlardan da biri oğlandı, biri qızdır və dünənləri sırağa gün kitabın çapdan çıxan kimi ilk nüsxəsini oğluma göstərir. Həm açır, baxır, şəklimi göstər, görür. Yəni, birinci izləyicim o da olubdur. Mən nəyə misal gətirdim? Yəni, mənim də kitabımın, yəni filmin yaranmasında, kitabın yaranmasında burada bir ad var. Biz redaktor və bütün koordinasiya işlərini mənim həyat yoldaşım Arzu xanım görür, Arzu Musayev, orada da adını qeyd eləmişəm. Elə mən fikri ona gətirmək istəyirəm ki, hər bir insanın uğurlarının arxasında ailəsi mütləq şəkildə ailəsi dayanmalıdır, təkanı olmalıdır, ona dəstək verməlidir ki, böyük bir uğurlar əldə edə bilsinlər. Və sizdə Mustafa mən əlaqələndirirəm ondan ki, Mustafa müəllimin də böyük uğurlarının, general rütbəsinə qədər yüksəlməyinin və fədakar övladlar bəxş eləməyinin də, zəhmətinin də arxasında bir ailə dayanırdı və hər zaman orada çıxış edən insanlar da biz qısaldılmış versiyanı verdik, filmin geniş versiyası var ki, bir mənalı şəkildə deyirdilər ki, Mustafa müəllimin uğurlarının arxasında Xavər xanım dayanırdı. Çünki Mustafa müəllimin heç zaman gözü arxada olmuyor ki, övladlarım bugün dərsə getdi, getmədi, nə oxudu, oxumadı və yaxud da necə yerdir. Çünki hər zaman onun bir general həyat yoldaşı olaraq bir Xavər xanım var idi, bir ailəsi var idi və mən bizim gənclərimizə də, bizim kursantlarımızda da hamısına xoşbəxtlik arzulayıram, gözəl ailələr arzulayıram və arzu edirəm ki, yenə deyirəm ki, bax bu Sima bizdə çəkiliş gedir, çəkilişimiz var, şəkillərimiz var və illər keçəcək, bir 15 il, 20 ildən sonra biz də fəxrlə deyək ki, qapısını döyəndə deyək ki, yadına gəlir filan vaxtı, sən kursant idin, bir gün generalsın. Hər birinizə uğurlar arzulayıram. Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun şərəfli ömür yoluna və aziz xatirəsinə həsr olunmuş Sərhəd Fədaisi kitabının hazırlanmasına göstərdiyi xüsusi dəstəyə görə təltif olunur. Parlaq imzalar MMC. Buyurun, İsmail bəy. Çox sağ olun, təşəkkür edirəm. İlk sərhədçi generalımız Mustafa müəllimin nəvəsidir və bu günləri bizim tədbirimizdə iştirak edir və istərdik ki, növbəti bizim təşəkkürnaməmizi o təqdim eləsin. Babayeva Zöhrə Cavanşir qızı, bir daha qeyd edirəm ki, Zöhrə xanım bizim Koç markasının dizaynında mühüm xidmət göstəribdir, onun dizaynına məhsul və eyni zamanda bizim kitabımızın dizayn işlərində dəstək göstəribdir. Zöhrə xanım, buyurun. Operatorlarımız var, hansı ki ilk gündən bizim yanımızdadılar. Onlara istəyirəm təqdim et, buyurun zəhmət olmasın.
Şahbazov Nurlan Aydınoğlu. Buyurun, zəhmət olmasa. Əziz qonaqlar, əziz dostlar, hər birinizə bir daha təşəkkürümüzü bildiririk gəldiyinizə görə. Eyni zamanda qeyd edirəm ki, bizim tədbirlərimiz davam etdiriləcək. Kitablarımızı biz qonaqlarımıza təqdim edəcəyik. Təşəkkür edirəm. Sağ olun.